Qədim Lahıcın dar küçələrindən böyük idman arenalarına uzanan uğur yolunu izləyəcəyik sırada. Sujetimiz məktəbli atletlər Zəhra və Rəqsanə haqqındadır. Gəlin birlikdə izləyək. Qədim Lahıcın dar küçələrində buz üstə çıxan qoçaq qəsəbənin gənc sakinlərindən olan 16 yaşlı Zəhra Şirəliyevadır. Lahıc qəsəbəsinin 16 yaşlı gənc idmançısı Zəhra Şirəliyeva hazırda 10-cu sinifdə oxuyur. Zəhra atletika idman növündə orta və uzaq məsafələrə qaçış, həmçinin kros yarışlarında iştirak eləyərək 7 dəfə ölkə birincisi olub. İdmançı öz üzərində həm fiziki cəhətdən, həm psixoloji cəhətdən, həm də mənəvi cəhətdən işləməlidir və valideynləri, müəllimləri ona dəstək olmalıdır. Və çox şükür olsun ki, mənə Bənövşə müəllim, atam, anam və babam böyük dəstək olublar. Və bununla yanaşı mənim gələcəkdə planlarım var. Himnimizi səsləndirmək, bayrağımızı beynəlxalq arenalarda yüksəltmək. Hazırda Zəhra Şirəliyeva atletika üzrə Azərbaycan milli komandasının tərkibində 3 təkanla uzunluğa tullanma növü üzrə məşqlərini davam etdirir. O, bu il İtaliyanın Rieti şəhərində keçiriləcək U-18 Avropa çempionatına, eləcə də Sloveniyanın Novo Mesto şəhərində baş tutacaq U-18 Balkan çempionatına hazırlıq mərhələsindədir. Lahıc məktəbinin uğurlu yetirmələri bununla bitmir. Məktəbin 9-cu sinif şagirdi Namazgah kəndinin 15 yaşlı sakini Rəqsanə Atalı da ilk dəfə olaraq milli komandaya dəvət alıb. Hazırda o, qaçaraq uzunluğa tullanma növü üzrə məşqlərə cəlb olunub və perspektivli idmançı kimi mütəxəssislərin diqqətini cəlb edir. Hazırda Lahıc qəsəbə tam orta məktəbində fəaliyyət göstərən Atletika Dərnəyinə oğlan və qızlardan ibarət 30 şagird cəlb olunub. Bu təşəbbüsün əsas məqsədi idmana marağı olan, potensialı ilə seçilən istedadlı uşaqları vaxtında üzə çıxarmaq, onları düzgün istiqamətləndirmək və peşəkar idman yoluna hazırlamaqdır. Məktəbimizdə fiziki tərbiyə dərsləri ilə yanaşı, dərsdən sonra fiziki tərbiyə dərnəyi təşkil olunmuşdur. Dərnəyin məqsədi şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsidir və eyni zamanda peşəkar idmançıların yetişməsidir. Lahıc məktəbi rayon mərkəzindən kifayət qədər uzaq məsafədə yerləşir. Amma bütün bunlara baxmayaraq Lahıc məktəbi həm özünün maddi-texniki bazasına görə, həm də burada təşkil olunmuş tədris prosesinə görə Lahıc məktəbi heç də nə rayon mərkəzində olan məktəblərdən, nə də paytaxtda yerləşən məktəblərdən heç də öz uğurlarına görə geridə qalmır. Ümid eləyək ki, Zəhra və Rəqsanə kimi gənclərin istedadı və əzmkarlığı sayəsində Lahıcın dar küçələrindən başlayan bu yol onları böyük arenalara aparacaq və uğur hekayələri digər gənclər üçün nümunə olacaq.